Əgər ABŞ bilirdisə bu danışıqlar uğursuz olacaq, niyə o zaman danışıqlara gedirdi? Niyə atəşkəs elan etdilər? Bu daha çox kimə lazım idi? Hansı tərəfə lazım idi? Əslinə qalsa, həqiqətən də o şərtlər ki ortaya qoyulmuşdu və birinci dəfə idi ki, şərti İran qoyurdu. Bu dəfə İran, bəli. İranın 10 şərtini danışıqlar üçün qəbul elədi Trump. Sonra dedi ki, elə bir şey olmayıb. Yəni, o şərtlərdən də imtina elədi. Burada en büyük problem nədir? İki çıxılmaz vəziyyətə düşən tərəf var. Amerika Birləşmiş Ştatları və İran. Hər ikisinin sülhə ehtiyacı var. Və hər ikisi bir-birinə möhtaçdır, bir-birinə tərəfdaş kimi yanaşmalıdır, düşmən kimi yanaşır. O deyir, mən qalibəm, məhv elədim, bu deyir, diz çöktürdüm İranı. Bu cür sən nə cür bir şeyə nail ola bilərsən? Yanaşmanın özü qüsurudur. İkincisi, İranın şərtləri. O şərtləri təbiidir ki, Amerika Birləşmiş Ştatları qəbul edə bilməz. Nə üçün buna getdilər? Vaxt qazanmaq üçün. Amerika Birləşmiş Ştatları yeni qüvvələri cəlb eləmək istəyirdi bölgəyə. Silah-sursat daşımaq istəyirdi. Bunun üçün ona vaxt lazım idi. 2 həftəlik atəşkəs buna xidmət edir. Çünki o şərtlərdən hamı başa düşürdü ki, Amerikanın bu şərtləri qəbul eləməsi mümkün deyil və məlum olur ki, danışıqların gedişində də müəyyən razılaşmalara yaxınlaşsalar da, yaxud qeyri-prinsipial məsələlərdə müəyyən qədər razılığa gəlsələr də, əsas məsələlərdə razılığa gəlmək qeyri-mümkün olur. Misal üçün, bəzi nəşrlər yazdı ki, Amerika Birləşmiş Ştatlarının əsas tələbi İranın uranı zənginləşdirməməsidir ölkə daxilində. Tələb edir ki, 20 illik öhdəlik götürür ki, 20 il ərzində mən uranı zənginləşdirməm. Ən azından bu müddət ərzində. Hə. İran da deyir ki, yox, mən müddət öhdəliyi götürə bilərəm, ancaq bu bir rəqəmli olmalıdır. Aha. Yəni 9 ildən artıq ola bilməz. İndi neçə il danışıb, bu başqa məsələdir. Əslinə qalsa, danışıqların və müharibənin başlanmasının əsas səbəblərindən biri bu uranın zənginləşdirilməsindən bağlıdır. Və istəyirəm buna bir aydınlıq gətirim. Yəni uranın zənginləşdirilməsi əslində nədir? Uranın tərkibində izotoplar var. Bu 235 izotopunun faizini artırırlar, miqdarını artırırlar və əgər təbii şəkildə 1%-dən azdır uranın tərkibində. Ancaq atom elektrik stansiyalarında istifadə etmək üçün 3,67%-ə ehtiyac var. Dərman preparatları üçün 20%. Bu izotopun deməli miqdarını bu qədər artırmağa ehtiyac var. Və İrana da bu 3,67% razılığı verilmişdi bundan əvvəlki razılaşmada. Ancaq birdən-birə məlum oldu ki, 60%-ə qədər zənginləşdirir. Yaxşı, 20% maksimum dərman preparatları üçündür. 60% nəyinə lazımdır? 90%-ə bir şey qalmıyor. 90%-də nüvə silahı yaratmaq üçündür. Yəni İran özünə qarşı bu addımla etimad etirdi. İndi 430 yaxud 440 kilo bu cür 60% zənginləşdirilmiş uran var. Və danışıqlar da əsasən bunun üstündə gedir. Birincisi, uranı zənginləşdirməməlisən İran daxilində. İran kənarında Ərəb dövlətləri ilə birlikdə konsorsium yarat, hamınız üçün zənginləşdirilsin, oradan götür istifadə elə. Biz də nəzarət eləyə bilək. Bu, mən hesab edirəm ki, kifayət qədər ədalətli tələbdir və Azərbaycanın da maraqlarına xidmət eləyən tələbdir. İkincisi, səndə 430 yaxud 440 kiloqram 60% zənginləşdirilmiş uran var. Çıxardı onu ölkədən. Və yaxşı olar ki, o düzdür, arada deyirlər ki, Rusiya verməyə razılaşıb. Ancaq məlum olur ki, indi onu da eləmək istəmir. İran da deyir ki, mən bunu qarışdıraram və faizini salaram aşağı. İndi bunu nə cür eləmək mümkündür, mən bilmirəm. Durutmaq deyir, yəni məsələ. Hə, yəni burada güman edirəm ki, razılığa gəlmək əslində imkanı var, əgər razılığa gəlmək istəyirlərsə. Ancaq İran, mən qalib gəldim deyir, nədə qalib gəlib? Amerikada deyir, mən qalibəm, hər məqsədimə çatdım. Sən nəyə çatdın? Sənin İranın qarşısında qoyduğun tələblərin heç birinə nail olunma. Heç birinə. Nə uranın zənginləşdirilməsindən bağlı,
deyək ki, nüvə proqramından bağlı, ballistik raketlərlə bağlı ki, sən tələblər qoymuşdun, qəbul olunmadı. Proksi qüvvələrlə bağlı sən İrana müəyyən şeyləri diktə eləmək istəyirdin. İran sənə diktə elədi ki, atəşkəs Livana da aid olsun. Çünki orada mənim proksi qüvvəm var, Hezbollah var. Amma o istiqamətdə də savaş, müharibə davam edir. İndi danışıqlar başlayıb. Livanla İsrail arasında danışıqlar başlayıb, hələlik dayandırıblar. Ancaq bu da, sizə deyim ki, İsrail, Amerika Birləşmiş Ştatları əvvəl deyirdi ki, o məsələnin bu məsələyə aidiyyəti yoxdur. Həqiqətən də yoxdur. Nəyə görə? Çünki Livanla İsrail arasında 2024-cü il razılaşması var və həmin razılaşmaya görə Livan Hizbullahı tərksilah eləməli. Siyasi qüvvəyə çevrilməli idi Hizbullah. Nə cür ki, amal çevrildi. Əvvəl silahlı dəstələri var idi, imtina elədi. Hizbullah da əvvəl ola bilsin ki, müəyyən razılaşma var idi, sonradan dedi ki, mən tərksilah olmaq istəmirəm və bu səbəbdən Livanın cənubunda bu hadisələr başladı. İndi danışıqlar gedir, ancaq mən nəticəsinə inanmıram. Çünki Livan Hizbullahın üzərində elə böyük hakimiyyəti yox. Hizbullah əslində qalsa Livanda dövlət içində dövlət kimidir. Bu açıq şəkildə deyirlər, bizim tərksilah olunmaq fikrimiz yoxdur. Yəni bütün bunları nəzərə alanda görürük ki, qeyri-mümkündür. Burada razılığa gəlmək qeyri-mümkündür və ən əsası iki tərəf də yanlış mövqe tutur.